Salam, gəlin bugün çox vacib bir mövzunu aydınlaşdıraq. Dövlətin təqdim etdiyi aylıq maliyyə dəstəyi. Ola bilər ki, bu dəstəyə sizin və ya tanıdığınız birinin ehtiyacı var, amma xəbəri yoxdur. Elə isə gəlin bütün detalları birlikdə addım-addım nəzərdən keçirək. Bəli, düz eşitdiniz. Söhbət 140 manatdan gedir. Bu məbləğ hər ay birbaşa sizin və ya ehtiyacı olan bir yaxınızın büdcəsinə ciddi bir dəstək ola bilər. Yaxşı, bəs bu yardımı kimlər ala bilər? Gəlin şərtləri bir-bir açaq. Deməli, bu proqramın rəsmi adı belədir. Aylıq 140 manat dəstək. İndi gəlin görək bu dəstək proqramından kimlər və ən əsası necə yararlana bilər. Və gəldik ən əsas suala, bu pulu kimlər ala bilər? Uyğunluq meyarları nələrdir? Gəlin diqqətlə baxaq. Baxın, burası çox önəmlidir. Bu müavinəti almaq üçün 1 yox, 2 yox, hər 3 şərtə eyni anda cavab vermək lazımdır. Yəni, bir şəxs həm ailə başçısını itirmiş olmalıdır, həm 18 yaşına çatana qədər onun əlilliyi rəsmən təsdiqlənməlidir, həm də hal-hazırda, yəni 18 yaşından sonra da həmin əlillik statusu qüvvədə olmalıdır. Bu şərtlərdən biri belə ödənməzsə, təəssüf ki, müavinə təyin edilir. Bir də çox vaxt gözdən qaçan, amma əslində çox vacib olan bir detal var. Bu dəstək təkcə Azərbaycan vətəndaşları üçün deyil, yox. Əgər bir şəxs bütün o sadaladığımız şərtlərə cavab verirsə, onun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmağının heç bir fərqi yoxdur. Azərbaycanda qanuni yaşayan hər kəs müraciət edə bilər. Yaxşı, deyək ki, siz bu şərtlərə uyğun gəlirsiniz. İndi nə etməli? Müraciət üçün hansı sənədlər yığmaq lazımdır? Ən yaxşı xəbər də budur ki, sizdən dağ kimi sənəd tələb olunmur. Proses həqiqətən çox sadələşdirilib. Cəmi 2 sənəd lazımdır. Birincisi sizin şəxsiyyət vəsiqəniz, ikincisi isə ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd, yəni ölüm haqqında şəhadətnamə. Vəssalam. Əlbəttə, həyatda hər şey standart olmur. Bəzi xüsusi hallar var ki, adamın ağlına suallar gətirir. Məsələn, bəs əgər belə olsa, gəlin o ehtimallara da birlikdə baxaq və aydınlıq gətirək. Təsəvvür edək ki, bir vəziyyət var. Ailə başçısının təəssüf ki, standart ölüm haqqında şəhadətnaməsi yoxdur, çünki şəxs məhkəmə qərarı ilə ya itkin düşmüş sayılıb, ya da ölmüş elan edilib. Belə olanda nə etməli? Cavab çox bəsitdir. Belə bir vəziyyətdə həmən o məhkəmə qərarı elə vəfat şəhadətnaməsini əvəz edir. Sadəcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surətini çıxarıb sənədlərinizə əlavə edirsiniz. Bu qədər sadə. Bəs başqa bir sual. Deyək ki, müraciət etməli olan şəxsin özünün gedib sənədləri təqdim etmək imkanı yoxdur. Kimsə onun yerinə onun adından bu işi görə bilərmi? Bəli, əlbəttə mümkündür. Amma bir əmma var. Nümayəndənin səlahiyyəti rəsmi sənədlə təsdiqlənməlidir. Yəni, ya notariusdan alınmış etibarnamə olmalıdır, ya da şəxsin qanuni qeyyumu olduğunu təsdiqləyən bir sənəd. Bunlardan biri mütləq təqdim edilməlidir. Gəlin bir də ümumiləşdirək, bu sadəcə rəqəm deyil. Söhbət ailəsinin dayağını itirmiş və eyni zamanda sağlamlıq imkanları məhdud olan, həssas qrupdan olan insanlara dövlətin verdiyi aylıq 140 manatlıq bir nəfəsdir, bir dəstəkdir. Və bütün bu məlumatlar axırda bizi bir suala gətirib çıxarır. Görəsən, məlumatsızlıq ucbatından bu cür dəstəkdən kənarda qalan daha neçə insan var? Bəlkə elə bizim ətrafımızda. Odur ki, məlumatlı olmaq, öz hüququmuzu bilmək və ətrafımızdakiları da məlumatlandırmaq həqiqətən də çox vacibdir.